Salam, mən uşağın səyahətdən doymayan anasıyam, oğlan hiss edirəm. Mən uşağın atasıyam. Mən uşağın atasıyam, qız hiss edirəm. Salam, mən uşağın Amsterdamda yaşayan xalasıyam. Mən də Amsterdamda yaşayan əmsi. Və biz düşünürük ki, oğlandır. Salam, mən uşağın İzmirdə yaşayan xalası və gələcək həkimiyəm. Birazcık yararsızam ama məncə baby'miz küçük bir prenses. Gelecek yaz böyle bir şey görmek istiyoruz. Salam, mən uşağın mənəvi əmsiyəm, həm də dayısıyam. Düşünürəm ki, oğlan olacaq. Salam elə. Salam, mən uşağın mənəvi böyük əmisiyəm və fikirləşirəm ki, oğlan olacaq. Mən də xalasıyam, fikirləşirəm ki, oğlan olacaq. Sağ-salamat gəlsin inşallah. İnşallah. Salam, mən uşağın çerez əmisiyəm və düşünürəm ki, oğlan olacaq. Salam, mən uşağın toya gedən və gecikən hüquqşünas xalasıyam və mən düşünürəm ki, oğlandır. Mən uşağın CEO xalasıyam, məncə qız olacaq. Salam, mən uşağın astroloq xalasıyam. Mən düşünürəm ki, sən oğlan olacaqsan. Salam, mən uşağın qəbələdə olan və pullu xalasıyam. Mən düşünürəm ki, uşaq oğlan olacaq. Mən uşağın qoca əmisiyəm, düşünürəm ki, qız olacaq. Mən bəbəşin ana nənəsinin 33 illik padruqasıyam. Və mən oğlan istəyirəm. Özdə deyim ki, niyə? Çünki mən Türkiyanı belə yaxşı samballı qaynana rolunda görürəm. Mən də Türkiyanın mamasının 33 illik padruqası olaraq mən hisslərimə çox da inanan deyim, amma mən qız hiss eləyirəm niyəsə. 50 plus. Hə, gülüşün. Gülüşün bacısı. Türkiyanın xala kontingenti. Hə, o sərgədən mən də. Mən oğlan hiss eləyirəm. Hə. Mən uşağın ana nənəsiyəm. Hər nə cinsdən olsa istəyirəm, amma oğlan hiss edirəm. Salam, mən uşağın əkizlər birdi xalasıyam. Heç nə hiss eləyirəm. Mən uşağın keko nənəsiyəm. Qorxuram hisslərimi deməyə. Məncə oğlandır. Mən uşağın xalasıyam. Oğlan hiss edirəm. Mən uşağın rəqqasə xalasıyam, qız hiss edirəm. Mən uşağın xalasıyam, oğlan hiss edirəm. İnşallah sağ-salamat olsun. Mən uşağın xalasıyam, oğlan hiss edirəm. İnşallah sağ-salamat gələr. Mən uşağın hamilə xalasıyam. Mən düşünürəm ki, oğlan olacaq. Mən uşağın Sterva xalasıyam, qız olduğunu düşünürəm. Mən uşağın Nikita xalasıyam. Düşünürəm ki, uşaq qız olacaq. Mən bəbəsin Parisdə yaşayan varlı kul xalasıyam. Məncə oğlan olacaq. Mən bəbişin Almaniyada yaşayan olmuş xalası. Hisslərimə güvənərək düşünürəm ki, qız olacaq. Amma məntiqim Mirağanın 3 dənə qardaşı, Mirağanın 3 qardaş olduğunu nəzərə alaraq oğlan olacağını deyir. Yəni hisslərim qız, məntiqim oğlan deyir. Mən də bilmirəm hansına güvənim, məntiqimə güvənirəm. Oğlan olacaq. Mən bəbəsin Zumbayız xalasıyam və mən elə fikirləşirəm ki, oğlan olacaq. Mən uşağın Avtoş xalasıyam. Məncə oğlan olacaq. Mən uşağın Uruset xalasıyam. Məncə qız olacaq. Mən hər yerə keçkən xalası olaraq düşünürəm ki, qız olacaq. Mən uşağın Herakl əmisiyəm. Düşünürəm ki, oğlan olacaq. Mən uşağın Herakl olmayan əmisiyəm, uşağın qız olacağını düşünürəm. Mən uşağın həkim əmisiyəm, düşünürəm ki, qız olacaq. Mən uşağın Romikdə olan əmisiyəm, düşünürəm ki, oğlan olacaq. Salam, mən uşağın əsas əmisiyəm, düşünürəm ki, oğlan olacaq. Mənə çıxır, mən prosta işləyəm. Mən düşmürəm. Sus!
Sənə çıxdı? Demə. Bildirməyin ha. Nədir görsən? Ayağım şey oldu, krem oldu. Evdə yox. Uşaq çıxmır. Göstərmə, heç gözü göstərmə. Mən qorxuram ki, bunlar rekord. Məncə mən düz görürəm. Hə, tez oraya patladı. Gözünə ya. Yəni o rəng olmazsa yəqin ki. O nə rəngdir? Şey o ki, sarı rəng çıxır orada Simpson belə. Şey. Deyirsən səndədir. Göstərin. Deyirsən mən okeyəm, elə bilirəm səndədir. Göstərək. Məndə qəhvə çıxır. Yox, məndə deyil. Bu deyil. Səndədir. Məndə də deyil. Sən bilirdin Türkçə? Nədir? Mirağa bilirdi. Mirağa belə şeylər oğlandır. Salam, mən uşağım. Qağa video tez. Yadından çıxdı. Hə, mən uşağın rəqqas xalasıyam. Rəqqas dedim. Hə, bir dəqiqə. Salam, mən uşağın Amsterdamda yaşayan xalasıyam. Mən də Amsterdamda yaşayan əmisi düşürəm. Biz düşünürük ki, oğlandır. Biz düşünürük oğlan. Çok utandım. Çəkirsən mi? Hə, iyi. Mən uşağın Urusiyet halalıyam. Halalıyam. Haralısam halalıyam. Məncə qız olacaq.